Milyonlarla insanın yaşadıkları bu dünyada bəzən bəşəriyyətin vicdanı bax bu nöqtəyə sığar. Yəmən. Tovuzlu qardaşlarımızın 1185 nömrəli əmanəti ilə ucalan bu nur sarsılmaz bir vəfanın rəmzidir. قد فاحت الأطياب من أعماقها وازدان عزا بالشموخ ونورا بنت الشريعة للنعيم ورودها والعلم يوليها صفا Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. Bu mübarək gündə Əl-Baraka komandası olaraq Tovuzlu qardaşlarımızın dəstəyi ilə Lahic vilayətindəki düşərgələrdən birində 5 ədəd su tankerinin paylanmasını həyata keçiririk. Bu dəstəyə görə Tovuzlu qardaşlarımıza ürəkdən təşəkkür edirik. Allah etdiyiniz dəstəyi qəbul eləsin, tərəzinizdə savab yazsın. Uca Allah sizləri Peyğəmbərimiz Məhəmməd sallallahu aleyhi və səlləmin əlindən bir daha əsla susamayacağınız Kövsər şərbəti ilə sirab etsin. Allah qat-qat razı olsun. قول الحبيب سرورا ودعنا نوما لا ضياع بعمره يسهرن ليلا يستقين أجورا من نهج أحمد يرتوين بفطرة يحفظن دينا يتقين ثبورا. Çox sağ olun. Suyun gətirilməsində payı olan hər kəsə təşəkkür edirəm. Allah Taala'dan diləyirəm ki, bizə daha çox su bəxş etsin. Biz Səudiyyə düşərgəsindəyik və suya çox böyük ehtiyacımız var. Allah hər kəsi qorusun, ruzisini versin və heç vaxt məhrum etməsin. Çox sağ olun. Suyun gətirilməsinə görə Əl-Baraka cəmiyyətinə təşəkkür edirəm. Allah Taala'dan diləyirəm ki, bizə daha çox su bəxş etsin. Biz Səudiyyə düşərgəsindəyik və suya çox böyük ehtiyacımız var. Allah onları qorusun, mükafatlandırsın və heç vaxt məhrum etməsin.